Salam hörmətli izləyicilər, 2-ci Dünya müharibəsindən sonra Sovet İttifaqı marşalı Jukov Amerika Birləşmiş Ştatlarının Viyanada keçirdikləri tədbirə dəvət olunur və beləliklə də marşal Jukov həmən tədbirə qoşulur. Həmən tədbirdə deməli o dövrdə əfsanəvi içki hesab olunan Coca-Cola'nın dadına baxır və sözsüz ki, Coca-Cola'nın dadı onun çox xoşuna gəlir. Amma bir problem vardı, çünki Stalinin o dövrdə qərb brendlərinə qarşı nifrəti vardı. Ona görə də Jukov üçün problem yarada bilərdi. Ona görə də Jukov Amerika Birləşmiş Ştatlarının nümayəndələrindən belə bir şey xahiş edir ki, Coca-Cola'nın rəngini dəyişsinlər, rəngsiz olsun, şəffaf olsun, ağ olsun. Və beləliklə də Amerikalılar onun istəyinə qarşı çıxmırlar, onun istəyini yerinə yetirirlər və o dövrdə deməli Amerika Birləşmiş Ştatlarının generalı olan Mark Clark Amerika Birləşmiş Ştatlarının prezidenti olmuş, Trumanə müraciət edir və deməli marşal Jukov üçün xüsusi yeşiklərdə deməli ağ kolalar hazırlanır və beləliklə də bundan sonra Jukov onlardan istifadə etməyə başlayır. Və beləliklə də Sovet İttifaqı deməli tarixində ilk şəxs idi ki, onun xüsusi resepti əsasında deməli Coca-Cola hazırlanmışdı. Çox sağ olun, kanalıma abunə olmağı unutmayın.